Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb. Bakı Postazın reporta istinadən məlumatına görə hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb. Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb. Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən reportun Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin 9-cu və 10-cu sinifində oxuyan iki şagirdlə həmin məktəbin müəllimi 1985-ci il təvəllüdlü Quliyev arasında tənəffüsdə mübahisə yaranıb. Dəhlizdə şagirdlərin uyğunsuz davranışına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib. Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib, şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.